Demək dostlar, arı 3 mərtəbəli hal-hazırda. Birinci, yəni yuxarıdakı 3-cü mərtəbə, ikinci bu da birinci mərtəbə. Onlar ikinci mərtəbədə həbsdədir. Böyük ehtimal var ki, bu arını biz bir mərtəbəyə sıxışdıra bilməyəcəyik. İndi köhnə, qaralmış və götürə biləcəyimiz çərçivələri götürəcəyik. Baxın, bu bir tərəfi möhürlüdür, az bir qismi. Bir tərəf möhürsüzdür. Bunu götürmürük. Bu pətək küçük qırıntısı. Bunu saxlayırıq təbii ki. Bunu götürmək olar. Hava çox istidir. Yağma riski də var arıların. Baxın, qəfəsləməyin yaxşı tərəflərindən də biri budur ki, bütün çərçivələrdə belə yarımçıq bal olsa götürmək mümkündür. Yəni yumurta olmasa belə götürə bilərik. Onu da qeyd edim ki, mən bu güclü arılarımdan 4 pətək götürmüşəm. Yəni 3-4 pətək bal götürmüşəm və bal sağımdan dərhal sonra bu təzə yem qabıdır. Yem qabları qoyacağam və bəsləməyə başlayacağım. Hələ ki, kolonilərdən cəmi birində ana arı ikisi qeydə almışam. Səbəb nədir bilmirəm. Baxın, təzə pətəkdir. Yuxarı sizdə bir qədər bal var. Yəni yumurta atmaq üçün çox ideal bir pətəkdir. Bunu saxlayırıq. Bunu da belə çevirib qoyacağım. Arıya ümumiyyətlə təzə buyunun pətəklərini saxlamaq lazımdır ki, arı rahat-rahat yumurta atsın. Onsuz da qaralacaq. Çiçək tozu ilə zəngin bir çərçivədir. Bunu götürmürəm. Ümumiyyətlə aşağı mərtəbə 3 mərtəbədə, 2 mərtəbədə adətən aşağı mərtəbə dolu olur çiçək tozu ilə. Bu da çiçək tozu ilə zəngin bir çərçivədir. Tam qaralmış demək olmaz buna. Bunu saxlayıram. Böyük ehtimal ki, bu arı bir mərtəbəyə yerləşməyəcək. Yəni azından 2 mərtəbə yarımçıq olacaq. Əslində bu çiçək tozu ilə zəngin olan çərçivələri istəsə əgər zəif kolonilərə vermək olar. Bunu da saxlayırıq. Pətəyi götürəcəm, çünki üstündədir, qaralıb. Bu cür pətəkləri mütləq şəkildə çıxdaş eləmək lazımdır, ehtiyac yoxdur saxlamağa. Pətək daşıma qabının önəmli indi başa düşürəm. Başlayaq ikinci mərtəbəyə. Burada belə bir gözəl bir pətək var. Demək olar ki, qabardılıb, amma heç bir şey yoxdur. Nə bal var, nə polen var. Bunu verdik arıya. Yumurta etməsi üçün ideal bir pətəkdir. Bir tərəf möhürlənib tamamilə. Bir tərəfi açıq şəkildə olan baldır. Bəzilərimizin gözü öyrəşib ancaq tamamilə dolu çərçivələrə. O dolu çərçivələri mən götürmüşəm arıdan. 10 gün əvvəl şamlı bal istəyənlər üçün. Baxın görəcək var, yoxsa yoxdur. Ay maşallah. Bu da dolu çərçivədir. Götürürük. Təxminən kölgədə 35 dərəcə istilik var hal-hazırda. Arını vaxtında gücləndirmək, arını vaxtında qata çıxarmaq, vaxtında bölmə etmək lazımdır dostlar. Mənim 2 mərtəbə bir arım var, daha 2 arım var ki, heç 10 kiloqram bal yoxdur. Səbəb odur ki, iyun ayının ortalarında
Ben o arıya kapalı yardım ettim. Yani birbirinden birleştirdim belə deyək arıları. Nəticədə əsas bal axın dönəmi keçdi. Keçdikdən sonra içəridəki qoşun sayı nisbəti oldu. Necə? Tarlaçılar oldu içəridəki balalardan az. Yəni çöldən gələn qida içəridə istifadə olunub getdi. Ay maşallah, maşallah. Qızıl üçün pətəş. Maşallah olsun. Ama bu arılar qışdan çıxmışdı. 4-5 çərçivə. Hətta deyərdim daha az. Düzgün təşviq bəsləməsi vaxtında may ayının əvvəlində aparılmış bölmə həm bu arının neçə meylini sındırdı, həm də bu yüksək nəticə əldə etməyimizə səbəb oldu. Bunlar hamısı dostlar, bunlar hamısı təcrübədir. Yəni mən etdiyim səhvləri təkrarlamamağa çalışıram. Baxaq görək onların vəziyyəti necədir. İnşallah ki, bunda sağ-salamatsızlıq olar. Hal-hazırki vəziyyətdə ana arısı ölmüş kolonilərin erkəyə getmə ehtimalı çox böyükdür. Yəni diqqət eləmək lazımdır. Eğer koloni erkeğe gedirsə, təcili bir tədbir görmək lazımdır. Anar vermək lazımdır. Hətta deyərdim ki, bacan zəif kolonidən sözümü yarımsız saxlaya danışdım. Zəif kolonidən anarını verin güclü koloniyaya. Zəif koloniyaya başqa yerdən 2 gündən 3 gündən sonra anar gətirib verərsiniz. Hətta o erkeğe qatsa belə vermək rahat olar. Bax şöyle anarı hardadır. Anarı sağ-salamatdır, şükürlər olsun. Qaldı bir dana bunu buradan çıxardıb ailəyə təhvil vermək. İnşallah. Yumurta yoxdur. Yəni 3 gün sonra mən dərmanlama aparanda İnşallah nəticəni də göstərəcəm sizlərə. Özümə çox maraqlı təbii ki. Güzel. Al. Güzel. 3 gündən sonra ana arı yumurta atdığı halda dərmanlama aparacağım və onda görəcəyik ki, nəticə nə olacaq. Mən çox gözəl bir nəticə gözləyirəm həqiqətən. Deyərdim ki, mən bu arada bu il 30 kiloqrama yaxın bal almışım. Yəni indi götürdüklərim daxil edirəm. Bəlkə də çox. Yəni aşağı olması ki, çox olar. Bu cür mənim 2 koloniyam var idi. Yəni sırf bu gücdə bu bal toplamaq keyfiyyətində. Yəni təbiətdə gəlir var. Ama bizim arıçılığımıza. İş qalır bizim arıçılığımıza. Bakın bu peteğin üzerinde hiçbir kilogram bal var ya yoktur. Ama bunu götüreceğim. Niye götüreceğim? Çünkü qaralıb. Bunu anarı təkrardan yumurta atmağa başlayanda inşallah qara girəcək. Üzərində çox az bal olan laf qara peteği varsa qoyun ağacın budağına falan arılar özləri təkrardan onun balını başlasınlar. Məncə bu daha yaxşıdır. İndi anarı qəfəsdən çıxıb anarı yumurta atmağa həvəslidir. Arılar onu söv biləcəklər ki, yumurta atsın və 3-4 gün sonra baxdıqda burada 5-6-7 çərçivə biz yumurta görəcəyik. İnşallah. Aşağı kadar balda ama tam da hırlanmayıb. Eybi yoxdur. Bu sistem çox gözəldir, həqiqətən qəfəsləmə sistemi deyərdim mükəmməl bir sistemdir. Mən Cənub bölgəsində həvəslə izlədiyim Teymur Ənvar arıçı
Yani sırf onun təcrübəsindən yararlanmışam. Videolarından. Həmçinin mənim müəllimim var, Abdullah müəllim. Mənim artıqda iş müəllimimdir. Sağ olsun. Bildiği hər bir şey öğretmeye çalışır. Eyni sistemi Abdullah müəllim də həyata keçirmişdi. Bizə məsləhət görmüşdü. İzah edərək. Demək, ikinci mərtəbəni yekunlaşdırdıq. Bu da mükəmməl bir çərçivə deyərdim. Bu isə tamamilə mühürlüdür. Süzülmüş çərçivələr təbii ki qaytarılacaq geri. Yumurta atmaması üçün münasib olanlar. Müvəqqəti qoyun bura korpusu. Daşıma çərçivəsi olsa işim çox rahat olardı. Çərçivələr olsun ki yoxdur. O da mənim günahım da olmamaq əlbəttə. Keçək üçüncü mərtəbəyə. Su anar sağdır. Anar qaydasında. Və onu da qeyd edim ki, təbiətdən bal axını davam edir. Yəni mən 2024-cü ildə avqust ayında bal süzmə etmişəm. Avqust ayının 15-16-sında. Yəni bal axını hələ gəlir. Bunu dalaq çərçivə idi, pətə idi qoymuşdum. Bundan bir şey olası deyil. Çünki onlar buna yumurtası da erkək yumurta atacaq bunu. Yeriniz varsa bu cür alanda başqa bir yeri saxlayın gələni verməkdən ötürü. Bu çərçivənin də bir tərəfi mühürlənib, bir tərəfi yarımçıq. Ben bu arada 4 çərçivə etmişim bugüne kadar. O çərçivələrin də hər birində bazı işlemlerin balı en azından. Axıra qədər demək olar balda ama yani istəmə hücəni. Belə nədilər sancılar. Artıq ara aqressivləşir. İki, 4, 6, aşağıda 7 çərçivə var. Mən ikinci qata atsam da birinci mərtəbə doldurmadan kazan. Ən sağlamat ikinci qatın üstünü açıq sağlam edeyim. Yukarıda qalıb 2, 4, 6 çərçivəmiz. Bax görək burada nədir vəziyyət. Maşallah olsun. Burada dolu çərçivədir. Aşağıda saxladığım çərçivələrin demək olar ki, yarıdan çoxu çiçək tozlu zəngin çərçivələrdir. Çərçivələr süzdükdən sonra axşam vaxtı gətirib vermək daha gözəl olar.
Çünki yağma riskim azaldır. Bundan sonraki videolarda inşallah arının hansı vəziyyətdə olduğu, qışa hazırlamaq. İnşallah bunlar barədə çəkəcəm. Məncə qəfəsləmə sistemindən sonra arılar çox gözəl şəkildə qışa girəcəklər. Yəni, qismət olsa çox gözəl planlarım var arı qışlatma ilə bağlı. Yəni, təcrübə etmək istədiyim əslində planlardır. Güclü şəkildə qışa girən arı təbii ki, güclü şəkildə qışdan çıxacaq. Təbii ki, əgər qoşunu gənc qoşundursa. Burada hafta kadar demək var, baldama idarə qədər məhsullanıb. Arı bir qədər aqressivdir, digərləri bu qədərinə yəni sazmamışdım hani. Çərçivə qırıq çərçivəydi. Ay maşallah, ay maşallah. Oldu tamam. Yarı sirkələk qırılıb düşməsin. Hava çox istidir, həddindən artıq. Maskanın içində də lap istidir, arı sancılıqsa da lap. Baxaq sonuncu çərçivəyə. Sonuncu çərçivədə də bu hissə mühürlüdür, bu hissə açıqdır. Vəziyyətdədir. Bunu da saxlayırıq arının özünə yenə də. Bu şəkildə. Yem qabısını qoyuruq. Bu arıya mən 2 mərtəbə eləyəcəm, lakin aşağı mərtəbə 7, yuxarı mərtəbə 5-6 çərçivə olmaqla. Antifriz qabındakı şərbətimizi dökürük. Güclü kalan olduğu için doldururam tamamıyla. Arının başı qarışdı. Neyse girməsin. Və yem qabını mütləq şəkildə çörçöp atırıq ki, arı düşüb olunmasın. Demək dostlar, bu qədər. Bu aradan təxminən hal-hazırda 16 çərçivə, yox, 18 çərçivə götürdüm. Əvvəl də bu aradan təxminən 4 çərçivə götürmüşdüm. Orta hesabla, yəni aşağı-yuxarı 2 kiloqramdan hesabladıqda bu arı 34-35 kiloqram bal vermiş sayılır. Yəni 2 kiloqramdan aşağı da çərçivə var. 2 kiloqramdan yuxarı 3 kiloqrama yaxın da çərçivə var. Ortalama götürürüm 2 kiloqram. Yəni bu arı Allah şükürlər olsun mənə bu il 30-35 kiloqram arası bal vermiş oldu. Sağ olun, salamat qalın.